Herkese salam. Bugün sizinlə 1 iyun 2025-ci il tarixində 1-ci qrupların informatika fənnindən qəbula düşmüş say sistemləri mövzusuna aid 2 sualına baxacağıq. Birinci sualımız 64-cü sual. 7-lik say sistemində verilmiş ədədi 8-lik say sisteminə keçirməyimizi istəyir. Biz bilirik ki, 7-lik say sistemindən 8-lik say sisteminə keçmə qaydası, yəni birbaşa keçid yoxdur. Birbaşa keçid yoxdursa, deməli, biz onluq say sisteminə, ədədi onluq say sisteminə keçirib sonra 8-liyə çevirməliyik. 7-lik say sistemində verilmiş ədədi onluq say sisteminə keçirmək üçün qaydamız bu şəkildə olacaq. Ümumiyyətcə, bütün say sistemlərindən onluq say sisteminə keçmə qaydası eynidir. Yəni, verilmiş ədədi sağdan sola doğru sıfırdan başlayaraq nömrələməliyik. Nömrələdikdən sonra verilmiş ədədin birinci rəqəmini götürürük, yazırıq. Vurulsun. Hansı say sistemindədirsə, yəni 7-likdədir, həmin say sisteminin qüvvətində, say sistemin əsasının qüvvətində götürdüyümüz ilk ədədin üstündəki nömrəsini yazırıq. Yəni 2 vurulsun 7-nin kvadratı, üstə gəlinsin, davam edirik, digər rəqəmləri də eyni qayda ilə yazacağıq. 4 vurulsun 7-nin qüvvətində 1, üstə gələk 6 vurulsun 7-nin qüvvətində 0. Bərabərdir. Bu bizə 98 verəcək. Buradan 7 üstü 1, 7, vurulsun 4, 28, plus 7 üstü 0 bizə 1 verir. 1 vuraq 6 da bizə verəcək 6-nı. 98 üstə gələk 28 üstə gələk 6 bizə verəcək 132-ni. Bu da onluq say sistemində olacaq. Deməli, 246 7-lik say sistemində olan ədədin onluq say sistemindəki qarşılığı 132-yə bərabər imiş. İndi biz bu 132-ni 8-liyə keçirməliyik. Onluq say sistemindən 8-liyə keçmə qaydası verilmiş ədədi say sistemini keçirmək istədiyimiz say sisteminin əsasına bölərək çeviririk. Yəni, onluq say sistemindən digər say sistemlərinə keçmə qaydası da bütün hər bir say sistemində eyni qaydanı tətbiq edirik. Burada da biz ağaçlı bölmədən istifadə edəcəyik. Yəni 132-ni 8-ə bölmək üçün ağaçlı bölmə ilə böləcəyik. Burada deməli 132-nin içində 8 16 dəfə düşür. 128 qalıq qalacaq 4. Bundan sonra necə davam edirik? Baxırıq ki, qalığımız 8-lik say sistemində mövcud olan ədəddir. Yəni 4 8-lik say sistemində var. Yenidən təkrar 4-ün yanına hər hansısa bir 0 artırıb davam elətdirməyə, tam hissə ayırmağa ehtiyac yoxdur. Yenidən baxacaq, qalıq qalacaq, qalıq axırda bizə lazım olacaq. Baxacaq tama, aldığımız tama. Tam əgər 8-lik say sistemində mövcud olan ədədsə, bölmə bitəcək, bölməyə davam etməyəcək. Amma görürük ki, 16 8-lik say sistemində olmayan ədəddir. 8-lik say sistemində 0-dan 8-ə qədər 8 daxil olmamaqla ədədlər var. Ona görə 16 8-likdə yoxdur deyə 16-nı yenidən 8-ə böləcəm. Yəni 8-ə bölərək davam edirəm. Burada tam 2 dəfə düşəcək. 16 qalıq da 0. Yenə qalığım 8-lik say sistemində mövcuddur. Tama baxanda görürəm ki, artıq tam da 8-lik say sistemində mövcud olan ədəddir. Ona görə bölmə davam etməyəcək və nə edəcəm? Artıq aldığım tamı, sonda aldığım tamı birinci yazacağım. Ondan sonra alınan qalıqları sondan əvvələ doğru tamın ardıca düzəcəm. Deməli, bu şəkildə olacaq. 2, 0, 4. Bu da olacaq 8-lik say sistemində qarşılığı. Yəni, bizim verilmiş 246 7-likdə olan ədədimizin 8-lik say sistemindəki qarşılığı 204-ə bərabər imiş. Cavabımız olacaq C variantı. İndi baxaq növbəti sualımıza. Sualımız bu şəkildədir. Deyir, əsası n olan say sistemində m və n ardıcıl rəqəmlər olduğu bilinirsə, məlumdursa, m-in qiymətini tapın.
Bu verilmiş ifadədə bizdən m-in qiymətini istəyir və qeyd olaraq deyir ki, m və n ardıcıl rəqəmlərdir. Yəni m, n bu şəkildədir. Məsəl üçün 5, 6. Bunu nümunə olaraq yazıram. İndi necə olacağını deyəcəm. Biz bu ifadəni bu şəkildə olanda həmişə onluq say sisteminə gətirib tənliyə çevirirdik və tənliyi həll etmək daha rahat olurdu bizim üçün. Amma burada görürəm ki, bunu tənlik kimi onluq say sisteminə gətirib həll etməyə çalışsam, 2 dənə məchul olacaq, m və n. Mən məcburam ki, bir məchulu ortadan çıxardım. Yox eləyim ki, sadəcə mənim əlimdə tək məchul qalsın. 2 məchuldan bir məchula düşürməliyəm. Bunu necə edəcəm? Bizim verilən şərtimiz m və n-in ardıcıl rəqəmlər olduğu bizə kömək edəcək. Baxırıq ki, məsəl üçün 2 dənə ardıcıl rəqəm var, 5, 6. Burada bunlar arasında hansı asıllıq var? Daha doğrusu əlaqə var. 5-in üstünə 1 gəlsəm mənə 6-nı verəcək. Deməli, mən onda m üstə gələk 1-in yazsam, mənə n-i verəcək. Yəni, ardıcıldırsa, birinin digərinin üstünə 1 gələndə onsuz da növbəti ədəd alır. Ardıcıl ədədlər bir-birinə bir vahid fərqləndiyi üçün birinin üzərinə 1 gələndə digərini almış oluram. Deməli, mən bu əvəzləmədən istifadə edərək m üstə gələk 1 bərabərdir n əvəzləməsi yerinə qoyacağım bu ifadədə. Artıq məndə bir məchul alınacaq. Ona görə də tənliyim rahatlıqla həll olunacaq. İndi gəlin burada aldığımız əvəz etməni yerinə qoyaraq həll eləyək. Deməli, n bərabərdir m üstə gələk 1. 5 n-lərin yerinə m üstə gələk 1 yazacağım. 5m4 indeksdə n olduğu üçün yerinə m plus 1 yazacağım. Minus 4m 5 indeksdə m plus 1 n-nın yerinə bərabərdir 48 onluqda. İndi bunu onluq say sisteminə çevirmək üçün bayaqki qayda ilə sağdan sola doğru nömrələyəcəyik. Hər birini ayrı-ayrılıqda onluq say sisteminə keçirmək üçün hər birini ayrı-ayrılıqda onluğa keçirməliyik. 0, 1, 2. 0, 1, 2. Bərabərliyin sağ tərəfi artıq onluq say sistemində olduğu üçün yenidən onluğa keçirməyə ehtiyac yoxdur. Sol tərəfi keçirdik, artıq kifayət eləyəcək. İndi bunu çevirmək üçün nə edəcəm? Yenə birinci rəqəm götürürəm. 5 vurulsun. M plus 1 bir yerdə olacaq. Yəni, bütövlükdə bir say sisteminin əsasını bizə bildirir. M plus 1-in kvadratı plus M vurulsun. M plus 1 üstü 1 artıq bizə M plus 1-in özünü verəcək. Plus 4 vurulsun. M plus 1 üstü 0 minus davam edirik. İkinci 4 vurulsun. M plus 1'in kvadratı minus plus olmalıydı. Qarşıdakı bu minus artıq içəridəki plusları minusa çevirdiyi üçün birbaşa minus yazacağım. Minus m vurulsun m plus 1 minus 5 vurulsun m plus 1 üstü 0 bərabərdir. Artıq 48. Yəni birbaşa 48 yaza bilərik. Onluqda olduğu üçün. Onsuz da onluq say sistemi gündəlik istifadə etdiyimiz say sistemidir. İndeksinə 10 yazmağa ehtiyac olmayacaq. Deməli, indi bu ifadələri hesablasaq, yəni açılışını yazsaq, 5 vurulsun m plus 1'in kvadratı bizə verəcək. M kvadratı plus 2m plus 1 plus m vuraq m plus 1 açsaq, m kvadratı plus 1, daha doğrusu plus m plus m plus 1'in üstündə 0, 0 dərəcədən qüvvət bizə həmişə 1 verəcək. Ona görə m plus 1'in üstündəki 0 bizə 1 verir. 1 vuraq 4 də eləyəcək 4. Minus 4 vurulsun m kvadratı plus 2m plus 1 minus m kvadratı minus m yazacağım. Çünki qarşıdakı mənfi içəridəki üstə gələyi mənfi edəcək. Minus, burada da yenə bu ifadə bizə 1 verir. 1 vuraq 5 də 5 eləyəcək. Bərabərdir 48-ə. Sadələşdirək. Deməli,
burada mötərizələri vurub açaq əvvəlcə. 5 m kvadratı plus 10 m plus 5. Buradakı m kvadratlarını islah eləyə bilərik. Məsəl üçün bunları islah eləyə bilərik. Buradakı m-lə buradakı m gedə bilər. Birbaşa yaza bilərik. Minus 4m kvadratı. Artıq bu mötərizəni vurub açacağım. 4m kvadratı minus 8m minus 4. Burada 4 ilə 5-i də islah eləsək 4-dən 5 çıxacaq. Mənfi 1 qalacaq. Çıxaq 1 yaza bilərik. Bərabərdir 48. İndi burada 5m kvadratı ilə 4m kvadratı çıxılanda qalacaq m kvadratı. 10m ilə 8m çıxanda qalacaq 2m. 5, 4, 1 eləyəcək elə 0. Bərabərdir 48-ə. Burada da m-i mötərizə xaricində çıxarsaq. M vurulsun m plus 2 bərabərdir 48-ə. M bərabər olacaq 6-ya. M 6-ya bərabər olacaq. Hardan tapdım? Deməli, bura 6-dırsa, bura 8 olacaq. 6 vur 8 də bizə 48 verəcək və yaxud da elə kvadrat tənliyin düsturundan da tapa bilərsiniz. Köklərdən biri kənar kök olacaq. Belə yazsaq, lap m kvadrat plus 2m minus 48 bərabərdir 0-a. Yaviyyət teoreminə ya da ki, köklərin ayrılması ilə mötərizələrdə m minus 8 olacaq. Daha doğrusu m minus 6, m plus 8 olacaq. M minus 6, m plus 8 bərabərdir 0-a. Vurub açsaq, m kvadratı plus 8m minus 6m eləyəcək müsbət 2m. Mənfi 6 ilə 8-in hasili bizə mənfi 48-i verəcək. Buradan da artıq bu mötərizə bizə kənar kök verdiyi üçün lazım olmayacaq. Çünki say sistemin əsası mənfi ola bilməz. Buradan da avtomatik görürük ki, m bərabərdir 6-ya. İki formada da həll edə bilərik. Deməli, biz tapdıq ki, bu ifadədə m-in qiyməti 6-dır. İndi